Almaniyanın nəhəngi Elvin Cəfərquliyevi transfer etmək istər. UEFA Çempionlar Liqasında çıxışında ilə Avropa klublarının diqqətini çəkən Elvin Cəfərquliyev karyerasında ciddi dönüş yaşana bilər. Eintrachtla oyunda göstərdiyi inamlı, baxımlı futbol 24 yaşlı müdafiəçiyə marağı xeyli artırıbdı. Bundesliqanın aparıcı klublarından olan Bayer Leverkusen də Elvin Cəfərquliyevi transfer siyahısına daxil edib. Klub rəhbərliyi yay transfer pəncərəsində Azərbaycanlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Leverkusen yayda Barselonaya satılması gözlənilən Alejandro Grimaldonun potensial əvəzləyicisi kimi Elvini görür. Qeyd olunur ki, Kataloniya klubu idman direktoru Deco Grimaldonu yayda yenidən Barselonaya qaytarmaq niyyətində olduğunu açıqlayıb. Hazırda transfer dəyəri 25 milyon avro olan İspaniyalı futbolçunun Leverkusen tərəfindən 40 milyon avroya satılması planlaşdırılır və Alman klubu bu təklifi müsbət yanaşır. Bayer rəhbərliyi Grimaldonun gedişindən sonra yaranacaq boşluğa UEFA Çempionlar Liqasını özünün yaxşı tərəfdən göstərmiş Elvin Cəfərquliyevlə doldurmağı düşünür. Xüsusilə Elvin ötən mövsüm məhz Leverkusenlə qarşı keçirdiyi oyunlardakı performansı klub rəhbərliyinin yaddaşında qalıbdı. Məlumata görə Bayer Leverkusen Elvin Cəfərquliyevin transferi üçün 10-15 milyon avro civarında büdcə ayırmağı hazırdır. Hazırda Qarabağın formasını geyinən futbolçu klubla müqaviləsi 2026-cı ilin iyunun 30-na dək qüvvədədir və bazar dəyəri 1,5 milyon avro olaraq göstərilir.